Hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Gəlin sizlərlə birlikdə ölçmə mövzusu ilə bağlı sınağa baxaq. Mövzu izah eləmədim, ümumi sınaq üzərindən izah vermək istədim. Gəlin başlayaq ilk sualdan. İlk sualda bizə deyir ki, 16 santimetr neçə millimetrdir? Biz bilirik ki, 1 santimetrimiz 10 millimetrdir. Ona görə də 16-nı 10-a vuranda eləyir 160 millimetr. Cavab C variantı. Deyir, düzbucaqlının perimetri hansı düsturla hesablanır? Biz bilirik ki, düzbucaqlının belə deyək, perimetri A üstəgəl B vurulsun 2 düsturuyla hesablanır. Cavab A variantı. 3-də deyir, tərəfi 5 cm olan kvadratın sahəsi nə qədərdir? Kvadratın hər bir tərəfi bir-birinə bərabər olduğuna görə eni uzunluğa vurulur. Yəni 5-i 5-ə vuranda eləyir 25 kvadrat santimetr. Bu da bizə B variantında verilmişdir. 4-də deyir, 1 ton neçə kiloqrama bərabərdir? Biz bilirik ki, 1 tonumuz 1000 kiloqramdır. Cavab C variantı. 5-də deyir, qabda 2 litr su var. Suyun 4də 1 hissəsi ifadə edildikdən sonra qabda neçə millilitr su qaldı? Millilitr deyirsə, 1 litrimiz 1000 millidir. Ona görə də 2000-i 4-ə bölsək, eləyəcək 500. Aha, bizdən 500-ü istəmir. Deyir, istifadə edildikdən sonra qabda neçə millilitr su qalmışını istəyir. Ona görə də 2000-dən 500-ü çıxırıq, eləyir 1500. Cavab D variantı. Əslində görürsünüz ki, çox sadə tapşırıqlardır. Sadəcə olaraq əzbərləməli olduğunuz yerlər ki var. Santimetr, millimetr, kilometr, metr, ölçü vahidlərini, daha sonra uzunluq vahidlərinin hər birini əzbərləməyiniz vacibdir. Daha sonra baxırıq digər tapşırığa. Aha, vahid kublardan düzəldilmiş fiqurun həcmi nə qədərdir? Həcmini soruşur bizdən. Həcmini də soruşduğuna görə 1, 2, 3, 4, 5, aha, 1, 2, 3, 4, 5, 6. Bir də altında 6 vahid kubdur. 7-də deyir, eni 5 cm, uzunluğu 8 cm olan bağın sahəsi nə qədərdir? 5-i 8-ə vururuq, 40 kvadrat metr eləmiş olacaq. Cavab C variantı. Daha sonra 8-də deyir, boş xanaya hansı ədəd yazılmalıdır? 240 dəqiqə neçə saatdır deyirsə, deməli, dəqiqəni saata böləndə neyinirik? 60-a bölmüş oluruq. 240-ı da 60-a biz bölsək, cavabda alarıq 4 saat, yəni B variantı. Avtomobil 6 saata 300 km yol getdi. Avtomobilin sürəti nə qədərdir? Bunu bilmək üçün də getdiyi yolu, yəni ümumi yolu saata bölürük. Yəni 300-ü 6-ya böləndə eləyir 50 km. Yəni A variantı. Daha sonra 10-da deyir, aralarındakı məsafə 620 km olan iki məntəqədən eyni vaxtda qarşı-qarşıya yola düşən maşınlardan birinin sürəti 75, digərinin sürəti isə 80 kilometrdir. Maşına neçə saat sonra görüşəcək? Aha, neçə saat sonra görüşəcək deyirsə, toplayıb bölürük. Yəni 75 ilə 80-i toplayırıq, eləyir 155. Daha sonra 620-ni də 155-ə bölürük, eləyir 4 saat, yəni D variantı. Daha sonra 11-də deyil, A nöqtəsindən eyni anda əks istiqamətdə hərəkətə başlayan velosipedçilərdən birinin sürəti 70 saniyə, metr bölünsün saniyə, digərində isə 60 metr bölünsün saniyədir. 2 saat sonra velosipedçilər arasındakı məsafə nə qədər olacaq? Burada da cavabımız olacaq 260 A variantı. 12-də də sürətləri 80 km və 70 km olan iki maşın eyni istiqamətdə hərəkət edirlər. 2 saat sonra onlar arasındakı məsafəni soruşur. 80 üstə 70 gəlir 150. 150-ni də 2-yə vuranda eləyir 300. Cavab A variantı. Baxaq görək, harada səhv elədik? Yox. Deməli, bizdən nə soruşur? 2 saat sonra onlar arasındakı məsafəni soruşur. Deməli, burada olacaq... Deməli, yox, çıxırıq. 80-dən 70 çıxanda 10, onu da 2-yə vuranda 20 kilometr olmuş olacaq. Cavab C variantı. Baxırıq B variantındakı olan tapşırıqlara. Baxırıq birinci tapşırığa, yəni B variantında olan ilk tapşırığa. Deyir ki, üzr istəyirəm.
İki məntəqə arasındakı məsafə 2 kilometr 400 metrdir. 2 kilometr 400 metr nə deməkdir? 1 kilometrimiz 1000 metrdir. 2 kilometrimiz də bizim olacaq 2000 metr. 2000 o da 400, 2400 metrdir. Yəni 2400 metrdir. Maşın bu yolun 6'da birini, yəni 6'ya bölürük. Yəni 400 metrini getdikdən sonra fasilə verdi. O daha nə qədər yol getməlidir ki, digər məntəqəyə çatsın? Təbii ki də burada nə iş görürük? 2 kilometr getməlidir. Yəni 2000 metr getməlidir. Cavab olacaq burada B variantı. Daha sonra baxırıq digərlərinə. Verilmiş üçbucağın perimetri nə qədərdir? Təbii ki də toplayırıq. 9'u da 6, yəni 2 üstəgəl 7, 9, 9 üstəgəl 6 eləyir 15, cavab D variantı. Daha sonra düzbucaqlı paralelipedin həcmi 225 kub metr olarsa, onun eni neçə santimetr olar? Deməli, burada olacaq cavabımız 3 metr, yəni B variantı. 5'te 1 litr neçə millilitrdir. Yenidən litri bölürük 5'ə. 1 litri, yəni bölürük, millilitrə çevirəndən sonra bölürük. Bu da eləyəcək 200 millilitr. 5'te deyir ki, bir saniyə. Aha. Uşaqlar bağdan 5 kilogram 300 qram üzüm, 4 kilogram 950 qram gavalı yığdılar. Uşaqlar cəmi nə qədər meyvə yığdılar? Cəmi 10 kilogram. Deməli hesablayanda 10 kilogram 250 qram, cavab C variantı. 6'da deyir sürəti 68 km/saat olan avtobus 2 saat yarıma neçə kilometr yol gedər? Təbii ki də burada olacaq 170 kilometr. Hansı saat 3'ə 24 dəqiqə işləmişi göstərir? Təbii ki də C variantı. Sahəsi 64 kvadrat desimetr olan kvadratın tərəfi neçə desimetrdir? Təbii ki də burada olacaq 8 desimetr. Eyni vaxtda qarşı-qarşıya yola düşən iki avtobus arasındakı məsafə 360 kilometrdir. Avtobuslardan birinin sürəti 60 km/saat. Avtobuslar 3 saat sonra qarşılayacaqsa, digər avtobusun sürəti nə qədərdir? Təbii ki də digər avtobusun sürəti olacaq elə 60 km/saat. Cavab C variantı. Daha sonra baxırıq 10-cu tapşırığa. C məntəqəsindən eyni anda əks istiqamətdə hərəkətə başlayan motosikletçilərdən birinin sürəti 120, digərinin sürəti 160. Yarım saat sonra onlar arasındakı məsafəni soruşur. Ona görə də cavab olacaq 140 kilometr. Bu tapşırıqlar çox sadə olduğuna görə, yəqin ki siz də çevirmələri rahat elədiyinizə görə çox da üstündə durmaq istəmirəm. Sadəcə olaraq siz özünüz həll eləyin. Daha sonra isə cavabla qarşılaşdırın. Görün düz alınır, yoxsa yox. Baxırıq, eyni zamanda eyni istiqamətdə yola düşən iki qayıq 2 saat yolda oldu. Birinci qayıq 100 kilometrə getdikdən sonra məlum oldu ki, ikinci qayığa çatmaq üçün daha 50 kilometr yol getməlidir. İkinci qayığın sürətini tapın. Deməli, ikinci qayığın sürəti olacaq 75 km/saat. Hansı variant doğrudur? Doğru olanı istəyir. 2 metr 3 desimetr yanlış. 1 metr 50 desimetr 15 metrə yanlışdır. Bu da yanlışdır. Doğru olan D variantı olmuş olacaq. Baxırıq C tapşırığına. C tapşırığına deyir hansı variant səhvdir? Yanlış olanı istəyir. 20 santimetr 2 desimetrdə düzdür. Daha sonra 30 min metr 30 kilometr, bu da düzdür. 1367 metr 1 kilometr, bu da düzdür. Səhv olan D variantıdır. 2'də isə bizə deyir ki, verilmiş fiqurun perimetri nə qədərdir? Verilmiş fiqurun perimetrini istəyirsə 6-dırsa, digər tərəfi də 6-dır. 12, 7, 2, 9, aşağıda 9, 9, 18. Daha sonra 18 ya da 12, 30 santimetr olmuş olacaq. B variantında bizə verilib. Hədiyyə qutusunun uzunluğu 15 cm, eni 10 cm, hündürlüyü isə 9 cm. Bu qutunun həcmi nə qədərdir? Təbii ki də həcmi olacaq 1350 kub santimetr. B variantı. Hesablayaq. 1 kilogram
300 qram, üstəgəl 10,4 kiloqram. 10,4 kiloqram uşaqlar nə deməkdir? İlk öncə 1 kiloqramımız eləyir 1000 qram. Yəni bu tərəfdə 1300 üzərinə gələk. 1 kiloqramın 10,4 hissəsi soruşur bizdən. Deməli 1000-i ilk öncə bölürük 10-a, eləyir 100, 100-ü də 4-ə vuranda eləyir 400, bu da eləyir 1700. 1700 burada çevirmə aparıblar, ona görə də 1 kiloqram 700 qram cavab B variantı. Daha sonra sarı fiqurun sahəsi neçə kvadrat vahiddir? Neçə kvadrat vahiddir? Özünüz bunu bir-bir sayarsınız. Bu yarımçıqları da birləşdirib, onu da bir dənə kub kimi, daha doğrusu kvadrat kimi götürərsiniz. Ondan sonra 6-ya baxırıq. Mahir saat 21:45-də yatdı. O 8 saat 20 dəqiqə yatmış olarsa neçə saat yatmış olar? 21:45-də yatan adam 8 saat 20 dəqiqə yatıbsa, deməli 65, bu da eləyir 29. Aha, deməli 29 birində veririk, eləyir 30. Neçə saata oyanmış olar? 0,5 harda var? Baxırıq, görürük. Aha, sonra da hesablayırıq. Hesablayandan sonra da görürük ki, saat 7-yə 5 dəqiqə işləmiş, durmuş olacaq. Cavab C variantı. Sürəti 25 metr bölünsün dəqiqə olan velosipedçi 15 dəqiqə neçə kilometr yol gedər? Təbii ki də 375 metr yol getmiş olacaq. 8-də deyir, eyni vaxtda qarşı-qarşıya yola düşən iki avtobus arasındakı məsafə 450 kilometrdir. Avtobuslardan birinin sürəti 70 kilometr. Avtobuslar 3 saat sonra qarşılaşacaqsa, digər avtobusun sürəti nə qədərdir? Digər avtobusun sürətini istəyir bizdən. Ona görə hesablayanda eləyir 80 km saat. Yəni saatda 80 km-lə yol gedib. An məntəqəsindən eyni anda eyni istiqamətdə hərəkətə başlayan motosikletçilərdən birinin sürəti 105 km, digərinin isə 145 km saat. 2 saat sonra onlar arasındakı məsafə nə qədər olacaq? Təbii ki də burada olacaq 80 km. Çünki 40 eləmiş olacaq. 40-ı da 2-yə vuranda eləyir 80. Eyni zamanda eyni istiqamətdə yola düşən iki yük maşında birinin sürəti 50, birinci yük maşından 50 km getdikdən məlum oldu ki, onlar arasındakı məsafə 125 km. Neçə saat sonra onlar arasındakı məsafə 625 km olacaq. Deməli, burada olacaq D variantı 5 saat sonra. Aha. 11-də deyir, sentyabr ayının 4-dən 15 gün əvvəlki tarix hansıdır? Bu da baxarsınız təqvimdən, daha sonra cavabı tapa bilərsiniz. Boşxanaya neçə yazılsa bərabərlik doğru olar? 300 milli neçə, belə deyək də, neçə litr eləmiş olacaq bizdən soruşur. Təbii ki də 0,3 eləmiş olacaq. Bu da B variantında bizə verilib. Baxırıq mətnə. İstəsəniz dayandırıb suallara cavab verərsiniz, istəsəniz mənimlə birlikdə və yaxud da mən dinləyib suallara cavab verə bilərsiniz. Bədii mətndir. Başlayırıq. Kassada məndən əvvəl dayanan balaca qızcığaz birdən əlindəki buğda torbasını yerə saldı. Torba cırıldı. Nə etdin? Niyə yerə saldın? Anası hirsləndi. Qız pərt olmuşdu. Anası yenidən buğda götürmək üçün bizdən uzaqlaşdı. Mən kassirdən torba verməyini xahiş etdim. Yerdəki buğdaları yığdım. Qadın qaydanda, bəs qızınızın tökdüyü buğdanın pulunu kim verəcək deyə kassir ondan soruşdu. Ana əsəbiləşdi və dedi, nə danışırsınız? Yerə düşən malın pulunu mən niyə verməliyəm? Bəs kim versin? Mən. Kassir də səsini qaldırdı. Söhbətə qarışdım. Mən bu buğdanı alıram, amma bir şərtim var. Onlar ki, sizin qızınız mənim də mallarımı kassirin yanına düşsün, o bunu çox gözəl bacarar. Mənim isə əlim ağrıyır. Ana yalanımı anladı. Əlbəttə, qızım, kömək et. Qız tamamilə sağlam olan əlimi görməsin deyə onu arxamda gizlətdim. Qızcığaz mənə kömək etdikcə gözaltı anasına baxırdı. Mən isə yüksək səslə qızı tərifləyirdim. Sizin necə də bacarılı qızınız var. Hələ siz onun evdə mənə necə kömək etdiyini görərsiniz. Ana məqsədimi anlamışdı. Yemək bişirəndə də kömək edirəm. Qız utancaqlıqla bunu deyəndə növbədə olan hər kəsin üzündə xoş təbəssüm yarandı.
Qızcığaza köməyə görə təşəkkür etdim. Buğdanın da pulunu ödəyib onlarla birlikdə bayıra çıxdım. Mağazanın arxasındakı parkın içindən keçəndə torbadan bir ovuc buğda götürüb yerə tökərək dedim. Buğdanı mağazada yox, burada yerə tökmək maraqlı olar. Elə deyilmi? Hardansa göyərçinlər uçub gəldilər. Qız onları görüb sevincdən qışqırdı. Ana, ana, bax, nə qədərdirlər. Sonra özü də quşlara buğda səpməyə başladı. Həm quşlar, həm də qızcığaz xoşbəxt idilər. Ana minnətdarlıq dolu gözlərlə mənə baxıb dedi. Çox sağ olun, bəzi problemlərim vardı. Bunu qızıma hiss etdirməməliydim. Məni ayıltdınız. Unutmayın, hər şey hər an yaxşılığa doğru dəyişilə bilər. Baxırıq ilk suala. İlk sualda bizə deyir ki, mətnə əsasən müəllif oxuculara nəyi çatdırmaq istəyir? Nəyi çatdırmaq istəyir? İnsanlar arasındakı münasibətlər heç vaxt dəyişmir. Xeyr, bunu çatdırmaq istəmir. Hər zaman dürüst olmaq lazımdır. Xeyr, hər şey bir anda yaxşılığa doğru dəyişilə bilər. Bəli, cavab C variantıdır. Qızcığazın anasına kömək etməsi mətnin hansı hissəsinə aiddir? Hansı hissəsinə aiddir? Əsas hissəyə. Hadisələrin baş verdiyi hissədə. Kassirin sualına ananın reaksiyası necə oldu? Səbirlə davrandı. Kassirə əsəbi formada cavab verdi. Kassirdən üzr istədi. Kassirə təşəkkür etdi. Burada olacaq kassir əsəbi formada cavab verdi. B variantı. Qızcığaz pərt olmuşdu. Çünki anası ona hisslənmişdi. 5-də ana və kassir arasında baş verən dialoqda əsas mübahisə mövzusu nə idi? Əsas mübahisə mövzusu buğdanın tökülməsi və onun pulunu kim tərəfindən ödəniləcəyi idi. Yəni mübahisə edirdilər ki, kim ödəyəcək. Hansı hadisə qızın özünü xoşbəxt etməsinə səbəb oldu? Təbii ki də onu tərifləməsi. Yəni quşlara buğda səpməsi. Mətnə əsasən qızcığaz obrazına aid fikri müəyyən edin. Qızcığaz obrazına aid təriflənmək onun xoşuna gəlirdi. Bəli, C variantı. Baxırıq 8-ə. 8-də bizə deyir ki, mətnin məzmununa uyğun gələn atalar sözü hansıdır? Birinin könlünü almaq üçün deyilən yalan günah sayılmaz. Günah kimi sayılmaz elə variantı doğrudur. 9-da deyir, fərqləndirilmiş ifadəni hansı frazoloji birləşmə ilə əvəz etmək olar? Fərqləndirilmiş əsəbiləşmək sözünü hansı frazoloji birləşmə ilə deyir əvəz etmək olar? Təbii ki də baxaq görək burada hansıdır? Hirsi soyumaq. Əsəbiləşdi yox. Əsəbiləşmək təbii ki də hirsi başına vurmaq. D variantı. Burada olacaq D variantı. Üzərində rəqəm yazılmış sözlərin hansı məcazi mənada işlənmişdir? Baxaq. Söhbət burada gedir. Yığdım, kassir də səsini qaldırdı, qızım kömək et, anasına baxmaq təbii ki də buğdaları yığdım olmaz, səs də qaldırmaq olmayacağına görə burada 2 görə harda verilib, B variantında bizə verilib məcazi mənada, yəni səs tonu qalxa bilər, yəni səs heç vaxt heç yerə qalxa bilməz. Mətndə hansı sualın cavabı yoxdur? Qızcığaz niyə sevinirdi? Quşlara dəm verdiyinə görə. Ana Kassirin sualına qarşı necə reaksiya verdi? Əsəbləşdi. Ana və evladı buğdadan başqa nələr almışdı? Sualın cavabı yoxdur. Cavab C variantı. Mətndə diqqət çəkən müsbət davranış hansıdır? Təbii ki də burada qızcığaza göstərilən diqqət. Digər insanın, yəni bunu anlayıb dərhal müdaxilə etməsi, yəni daha sonra qızcığaza göstərilən diqqət idi. Mətnə əsasən fikirlərdən hansı doğrudur? Ana övladını qətiyyən sevmir. Xeyr, bu qətiyyən düzgün deyil. Hekayəni nəql edənin qadın və ya kişi olması haqqında məlumat yoxdur. Bəli, düzdür. Hansı başlıq mətnə daha uyğundur? Ən yaxşı hədiyyə heyvansevər insanlar, ağıllı şagird, ana və qızcığaz. Təbii ki də burada ana və qızcığaz uyğun gəlir. Qızcığazın utancaqlığı nə zaman nəzərə çarpır? Belə deyək də, anasına yemək pişirməkdə kömək etdiyini deyərkən daha çox utandı. Burada C variantı olmuş olacaq. Qarabağ atları. Bu da informativ mətndir. Qarabağ atları. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Azərbaycan Respublikasının milli at cinsi olan Qarabağ atının əsas yayıldığı məkan Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Qarabağ atı hündür və çevikdir. Bədən quruluşu möhkəmdir. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır. Qarabağ atını başqalarından fərqləndirən əsas cəhəti
Əsas cəhət sarı qızılı və yaxud parlaq narıncı rəngdir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranmışdır. Bütün Cənubi Qafqazda Qarabağ atları cinsi yaraşığı, dözümlülüyü, yüngüllüyü və qaçışı ilə şöhrət qazanmışdır. Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atıcılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyə qaçmaqla qeydə alınmışdır. Bu dünya rekordundan təqribən 20 kilometr azdır. Bundan başqa Liston, Signal, Nalib adlı Qarabağ atları da müxtəlif vaxtlarda rekord nəticə göstərməklə dünya göstəricilərinə nail olub. Qarabağ atının sürətli yerişi və digər müsbət keyfiyyətlərinə görə nəinki Rusiyada, habelə Polşa, Fransa kimi Avropa ölkələrində də həvəskar müştəriləri var idi. Ən məşhur at cinslərinə malik ingilislər belə Qarabağ atlarına maraq göstərmişlər. Qarabağ atları 19-cu əsrin ortalarında başlayaraq ümumdünya at sərgilərində iştirak etmişdir. 1866-cı il, daha doğrusu 1866-cı, 1869-cu və 1870-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərində mükafat və medallarla qayıtmış iştirakçı atların şəkilləri Fransa və Viyanada çap olunan jurnallarda yer almışdır. İsveçrəli Hans Hutmeyer malikanəsinin qarşısında 19-cu əsrin məşhur Qarabağ atı Əliyetməzə heykəl qoydurmuşdur. Atıcılığın inkişafı üzrə dövlət proqramında qeyd olunmuşdur ki, dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar Dilbaz və Qarabağ atlarıdır. Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə Qarabağ atlarının dostları klubunda da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atlarının kataloqu dərc olunmuşdur. Baxarıq 16-cı suala. Deyir ki, hansı Qarabağ atını digər atlardan fərqləndirən əsas cəhət deyil? Deyili soruşur. Baxırıq. Dözümlülüyü, yüngüllüyü, qaçışı ilə, bəli, bu əsas cəhətdir. Ümumdünya at sərgilərində iştirak etməsi uyğundur. Yarışlarda iştirak edib, lakin uğur qazana bilməz. Xeyr, bu yanlışdır. Hansı Qarabağ atlarının şöhrət qazanma səbəbi deyil? Aha, səbəbi deyil deyir. Dözümlülüyü, yüngüllüyü, yarışıq, zəifliyi. Xeyr, cavab D variantı. Mətnə hansı sualın cavabı yoxdur? Qarabağ atlarının dostları klubunun rəhbəri kimdir? Buna aid cavabımız var. Hansı Hutmeyer, hansı Qarabağ atına heykəl qoydurmuşdur? Deməli, buna baxıq cavab var idi. Bəli, var idi. Qarabağ atlarının hansı xarici ölkələrdə müştəriləri var idi? Buna aid də cavabımız var. Dünya rekordu qıran atın adı nə idi? Buna cavabımız yoxdur. Mətnə əsasən cümləni tamamlayın. Dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Hansılar idi? Dilbaz və Qarabağ atları. Cavab B variantı. Verilən xüsusiyyətlər hansı ata aiddir? Ağdam Atıcılıq Zavodunda yetişdirilib, yüksək qaçış sürəti ilə seçilir, əldə etdiyi nəticə dünya rekordundan təqribən 20 kilometr azdır. Deməli, burada olacaq, təbii ki də Sumqanda. Cavab C variantı. 21-də deyir, Qarabağ atları əsasən hansı bölgələrdə yayılmışdır? Təbii ki də burada hansı olmalıydı? Təbii ki də dediydim. Hansı bölgələrdə yayılmışdır? Yayılmışını soruşur. Şuşa və Ağdam. B variantı. Qarabağ atlarının digər at cinslərindən fərqləndirən əsas cəhət hansıdır? Əsas cəhət istəyirsə özünə məxsus dəri çaları. Rənglər yəni. Hansı xüsusiyyət Qarabağ atlarına aiddir? Aiddir soruşur, çevikliyi. Qarabağ atlarının dəri xüsusiyyətləri necədir? Təbii ki də olacaq, yumuşaq və parlaqdır. Baxırıq digər suallara. Ondan sonra davam edək. Mətndə hansı Qarabağ atının adı çəkilmir? Çəkilməyəni istəyir. Naliv var, Dilbaz var idi, Əliyetməz var idi, amma qarnıyırtıq yox idi. Cavab B variantı. 19-cu əsrin ortalarında Qarabağ atları hansı beynəlxalq sərgilərdə iştirak etmişdir? Hansında iştirak et? Moskva, Parisdə. Cavab D variantı. Hansı Qarabağ atları dünya rekorduna imza atmışdır? Elə bayaq da qeyd elədim. Dilbaz və Qarabağ. Cavab A variantı.
Tekrar suallardır. 60'tır. Ha, dünya soruşur. Ona göre list olun. Alif, signal. Cevap B variantı, üzr istəyirəm. Daha sonra verilmiş fikirlərdən hansı fakt yox, münasibətdir. Sadəcə münasibətdir. Mənlə başlayırsa münasibət oradadır. Ona görə də elə C variantı. 29'da deyir cədvələ asasən uyğunluğu, yəni doğrunun altında, doğrunun yanlışın altında yanlışı axtararıq. Qarabağ Atlarının Dostları klubu Verina adlı xanımın rəhbərliyi ilə fəaliyyət göstərir. Bəli, düzdür. Bir düzdür. Bir düzdürsə aynen de getdi. Qarabağ Atlarının yeganə özəlliyi sürətli qaçmağı bacarmalıdır. Xeyr, yanlışdır. Rekord qaçış sürəti Submanda adlı at tərəfindən qeydə alınmışdır. Deməli, bu düzgündür, yəni bu səhvdir. Yox, bu düzgündür, bunu da götürə bilmərik. Qarabağ atları ləng və ağır çəkilidir. Elə bəli, yanlışın altında yanlış istədiyinə görə 1-4 bizim cavabımız olacaq. 30-cu sualda bizə deyir ki, mətnin yarım başlıqlarının düzgün ardıcılığı hansı vəhddə göstərilmişdir? Deməli, başlayaq. İlk öncə Qarabağ atlarının xüsusiyyətlərini sayırlar. Deməli, 2 olacaq. Qarabağ atlarının xüsusiyyətlərindən danışılır. 2. Daha sonra Qarabağ atlarının sürət rekordlarından danışırlar. Ondan sonra Qarabağ atlarının beynəlxalq aləmdə tanınması, ondan sonra atıcılığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi 4. Bu da olacaq D variantı. Baxaq suallara, riyaziyyat suallarına. Baxırıq riyaziyyat tapşırıqlarına, ümumi sınavlara. Aşağıdakı uzunluqlardan ən böyüyü hansıdır? Hesablasanız özünüz əslində cavab ala bilərsiniz. Ən böyüyü elə metrdən gördüyünüz kimi 5 metr, cavab C variantı. 32-də deyir perimetri verilmiş düzbucağının perimetrinə bərabər olan kvadratın tərəfi 5 cm. Düzbucağının eni nə qədərdir? Eni olacaq təbii ki 3 cm. Cavab D variantı. Kamal dayı eni 10 metr, uzunluğu 15 metr olan bayrağın yarısının əkin üçün istifadə edib. Boş qalan hissəsinin sahəsi nə qədərdir? Yarısını deyirsə vururuq, 2-yə bölürük. Ondan sonra boş qalan hissənin sahəsini tapırıq. Ona görə olacaq 75 kvadrat metr. 500 qramlıq torbalardakı şəkər tozunu verilən qaba töksələr. Qab tam dolar. Qabın tam dolması üçün neçə torba şəkər tozu lazımdır? Burada olacaq 8 belə deyək də torba. 3 saata 360 km yol qət edən qatar 5 saata neçə kilometr yol qət edər? 120-ni də 5-ə, deməli 360-ı 3-ə böləndə eləyər 120, 120-ni də 5-ə vursaq biz cavabımız olacaq 600, yəni D variantı. Müqayisə edin, 2-də 1 gün, yəni bu tərəf olacaq 12 saat, bir də 16 saat, 16 saat daha böyükdür, cavab olacaq C variantı. Hansı variant səhvdir? Yanlış olanı istəyir. Deməli, baxırıq elə birinci A variantı yanlışdır. Hesablayın. 1 saat 35 dəqiqə, 2 saat 30 dəqiqə, çıx 70 dəqiqə. Toplayırsınız uşaqlar saatlarla dəqiqələri, daha sonra 70 dəqiqəni çıxırsınız. Çox rahatdır. Bunu gəlin ya da mən eləyim. 1 saat 35 dəqiqə, üstə gəl 2 saat 30 dəqiqə. Eləyir 65 dəqiqə. 3 saat 65 dəqiqə. Bizim 65 dəqiqəmiz yoxdur. 60 dəqiqəmiz olduğuna görə 60'ı veririk saatın üzərinə. Yəni 4 dəqiqə, 4 saat 5 dəqiqə. Bundan da çıxırıq 70'i. 5'dən də 70 çıxa bilməyəcəyimizə görə nə iş görürük? 1 saatı xırdalayırıq, olur elə 65. 65'dən də belə deyək də 70 çıxa bilmirik. 1 saatda xırdalayırıq. 60'ın üstünə 125'dən çıxırıq 70'i. 125'dən çıxırıq 70'i. Eləyir 55. Deməli yerdə qalır 2 saat 55 dəqiqə, yəni C variantı. Daha sonra
Baxırıq, verilmiş fiqur düzbucaqlı paralelepipede tamamlamaq üçün neçə kub lazımdır? Neçə kub lazımdır soruşur. Üst-üstə qoyuruq. 1, 2, 3, 4. Ondan sonra da yenidən ortasını doldurmaq üçün hesablayırıq. 16 dənə kub lazımdır. Cavab B variantı. Daha sonra iki məntəqədən eyni vaxtda qarşı-qarşıya yola düşən iki avtomobildən birinin sürəti 95, digərinin isə 75 km. Avtomobillər 4 saat sonra görüşəcəklər. Məntəqələr arasındakı məsafəni tapan. Burada olacaq 680 km. 41, 42 də sürət məsələləridir. Özünüz tapa bilərsiniz. Məncə çox rahatdır sürət məsələləri. Tənlikdir. Daha sonra tənlikdən başlayaraq yenə də çox asan tapşırıqlar var. İstəyirəm ki, bunların, yəni 43-dən 54-ə qədər olan tapşırıqları belə deyək də siz şərhlərdə qeyd edəsiniz cavabları. Bu günlük bu qədər. Növbəti izahlarda görüşərik. Hələlik.